son 10 illikdə zəif qadın trendi var. Yəni kilosuz qadın, kilo almayan qadın trenddədir. Amma zəif qadın olmaq sağlam qadın olmaq anlamına gəlmir. Mən burada qadının obez olmasını dəstəkləmirəm. Amma yəni həddindən artıq yağ toxuması olmayan xanım da sağlam xanım sayılmır. Yağ toxuması olmayan xanım normal sağlam yumurtalara sahib olma olasılığı çox azdır və doğurğanlığı çox azdır. Ona görə əziz xanımlar, yəni kilo verərkən kaxeksik vəziyyətini göz önündə bulundurun ki, o vəziyyətdə olmayın. Yəni fazla kilo vermək çox da xeyirli bir şey deyil. Vücudumuza müəyyən miqdarda yağ lazımdır. Bu yağ nəinki yumurtalarda, beyində, sinirdə, hər yerdə, sinir hüceyrələrimizdə bizə lazımdır. Yəni aşırı zayıflamaq trend olsa da çox sağlıqlı bir şey deyil. Özünüzü günlərlə ac qoyaraq normanın altındakı kilolara salmanız məsləhət deyil.